Sabirabad rayonunda yerləşən heyvan satışı bazarı fəaliyyətini bərpa edib. Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi qiymətləndirmənin nəticələrinə əsasən biotəhlükəsizlik tələbləri təmin olunaraq bazar yenidən qurulub. Baytarlıq, sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub, baytarlıq nəzarətinin həyata keçirilməsi üçün şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün avadanlıqlar quraşdırılıb. Heyvanların saxlanması, nümayişçi yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib. Su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Bundan əvvəl Bərdəy, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Xaçmaz rayonlarında və Bakının Binə qəsəbəsində yerləşən heyvan bazarları da fəaliyyətə başlayıb. Bazarda asfalt beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırda buynuzlu heyvanların satış sahələri yenidən qurulub. Bununla yanaşı heyvan rifahı üçün su və yem təminatı yaxşılaşdırılıb. Qeyd edim ki, yenidən qurulan bu müasir heyvan satışı bazarlarında identifikasiya sisteminin tətbiq edilməsi ilə heyvanların təsərrüfatlardan təsərrüfata, eləcə də təsərrüfatdan kəsimxanaya izlənməsi üçün müvafiq şərait də yaradılıb.